Bəzən bir səhnə cəmiyyət qədər dərin, bir tamaşa isə insan qədər həssas ola bilər. Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin səhnəsində fərqli taleylər birləşdi. Əsa teatrı axtarışla ruhun, mənanın, bərabərliyin izinə düşdü. Səbr ilə, ilmə-ilmə toxunan sənət, rəngləri hopmuş arzular. Tamaşadan öncə Dost Mərkəzinin benefisiarlarının əl işləri qonaqları həyatın özü ilə səssiz dialoqa çəkdi. Teatr kollektivini təbrik edən Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Anar Əliyev bu tamaşanın yalnız bir sənət nümunəsi deyil, sosial bərabərliyə doğru atılmış növbəti addım olduğunu vurğuladı. Onları bir yere yıkır və deyir ki... Mən sənin yaxşılığın üçün eləyirəm. Mən başa düşürəm, mən istəmirəm. Yaxşı, bu dəfə mən eləyərəm. Təsadüfə baxın ki, kimsəsiz və beçara bir dərviş yoldan keçərkən gözü bu gözəl qızın cöhrəsinə düşdü. O binavanın əlində bayat bir çörək var idi. Səhnədə gəzişən obrazlar, insanların əsrlərdir cavablarının axtarışında olduğu əbədi suallar. Kimik biz? Hardan gəlirik? Hara gedirik? Deyə qapılma. Davam elə. Davam elə. Sevmək və iyiliyi unutmaq nə olsun? Mənim də qismətimə belə sevgi düşüb. Axtarış ruhun səfəridir. Fəridəddin Əttarın Quşların dilindəki simurqu axtaran quşlar. Albert Camus'un anlaşılmazlığında cavabsız suallar içində itib batan insanlar. İki zidd dünyanın eyni səhnədə qarşılaşması. Bu tamaşa hibrid tamaşadır. Yəni bir tamaşanın içərisində iki müxtəlif əsər var. Hətta bir-birinə zidd olan fəlsəfənin hekayəsindən bəhs edir. Tamaşanın vəhdət, belə deyim, mesajı, yekunda səslənən mesaj və iki müxtəlif əsəri birləşdirən əsas qayə bundan ibarətdir ki, insanın daimi şəkildə həqiqət axtarışı, həyatının mənasının nə olduğunu dərk etməsi və bu yola baş qoymasıdır. Hansı ki, biz də tamaşada bunun ağ və qara tərəflərini göstəririk və bu bir-birinə zidd olan əsərlər də həmin bu yolun ağ və qara tərəfləridir. Bu yolculuq həm obrazların, həm aktyorların, həm də tamaşaçının içində baş verir. Dil susur, ruh danışır. Rolum Qartal roluydu ki, orada ümumi, belə deyim, iki əsərin birləşməsi idi deyə. Orada quşların əsəri var idi və Albert Camus'un anlaşılmazlıq əsəri əsasında birləşən bir əsər idi ki, orada Qartal rolunu canlandırdım. Amma burada məsələ Qartalda, yəni quşlarda deyil idi, epik fəlsəfə olduğu üçün. Burada verilən mesaj budur ki, ən əsas məsələ siz hər dəfə bağlantı, kiməsə qarşı bağlanma olanda, özünüzdən çıxdığınız anda kiminsə dırnaqarası oyuncağına çevrilə bilirsiniz. Bu, istər insan münasibətləri, istər öz arzu münasibətlərimiz və digər münasibətlərdə. Buna görə də əsas mövzu insanlarda bağlanmaq və digər duyğulardan kənarda özümüzü, o heçliyimizi tapmaqdır. Çünki Hüdüdün də dediyi kimi, əsas məsələ okeanda damla yox, bir damlada okeanı görməkdir. Bizim üçün də əsas məsələ dərs bu idi. Bu sadəcə tamaşa deyil, həyatın səhnədəki təcəssümü idi. İnsan içindəki simurqu tapmağa çalışdı və bəlkə də tapdı. Çünki simurq onların özləri idi. O quş hər birimizin içində gizlənmiş mənadır. Bəzən səhnədə görünür, bəzən səssizlikdə eşidilir. Axtarış səhnədə cəmiyyətin aynası oldu. Əsa teatrının tamaşası səhnədə bərabərliyin, azadlığın, vəhdətin sənətə çevrilmiş forması idi. Bəzən sənət sadəcə baxmaq üçün deyil, hiss etmək üçündür və bu tamaşa hiss etdirməyi bacardı.